şagirdlər OTK-nın 26 oktyabr tarixində 9-10 siniflər üçün təşkil etdiyi sınav imtahanı izahlarına baxırıq. Birinci sualda deyir ki, tərs mütənasibatı olan iki kəmiyyətdən biri 24 oldu da digəri 15'ə bərabər olur. Bu kəmiyyətlərdən biri 20 oldu, digərini tapın. Deməli, 24 olduqda deyir. Biri 24 olduqda digəri 15 olur. Biri 20 olduqda digəri neçə olar? Tərs mütənasibatı olduğu üçün qarşı-qarşıya vururuq. Yəni 20x bərabərdir. 24 vurulsun 15. X buradan bərabər olacaq. 24 vur 15 bölünsün 20. İxtisarlar gedir 5'ə, 3 dəfə, 4 dəfə. 6 dəfə, 1 dəfə. Cavab olacaq 6 üçün 18. A variantı. Aşağıda kəsrlərdən hansı sonlu onluq kəsr şəklində yazıla bilməz? Sonlu onluq kəsr şəklində yazıla bilməməsi üçün məxrəcdə 2 və 5 vuruğundan kənar bir vuruq olmalıdır. Ona görə ixtisarlarımızı aparaq əvvəlcə. Bərabərdir. Deməli, alınacaq 9-a ixtisar gedəndə 4-də 3 alınacaq. Məxrəcdə yalnız 2 vuruq var. 3-ə ixtisar gedəndə 8-də 3 alınacaq. Bu elə olsa 8-də üstü vuruqlar yalnız 2-dir. D variantında 3-ə ixtisar gedəndə 5-də 2 alınacaq. E variantında isə 3-ə ixtisar gedəndə 9'da 5 alınacaq. Daha doğrusu 12'də 5 alınacaq. 12'də 4 vurulsun 3 deməkdir. Yəni 2 üstü 2 vurulsun 3. Burada 3 kənar vuruqdur. Ona görə 2 və 5'dən başqa vuruq olduğuna görə deməli bu sonlu onluq kəsr şəklində göstərilə bilməz. Emil və Kamilin yaşları nisbəti 4-də 3'dür. Aşağıdakılardan hansı onların yaşları ola bilməz? Yəni birinin yaşı 3x-dırsa, digərinin yaşı 4x-dir. Cəmi olacaq 7x. Deməli, aşağıdakılardan hansı ola bilməz? Bütün cavablar, yəni 7'yə bölündüyü halda onların yaşları cəmi ola bilər. B variantı ola bilməz, C variantı ola bilməz, E variantı ola bilməz, D variantı ola bilməz. Daha doğrusu ola bilər yaşları cəmi və cavabımız olacaq A variantı. Beta böl alfa bərabərdir 3 bölünsün 2 olarsa COB bucağını tapın. Deməli, betanın yerinə 3x yazıram, alfanın yerinə 2x yazıram. Onda beta plus 10 plus alfa plus 40 bərabərdir 180 olacaq. Beta'nın yerinə 3x yazıram. 3x plus 10 plus alfanın yerinə 2x yazıram. Plus 40 bərabərdir 180. Burada 5x plus 5x bərabərdir 180'dən 50 çıxırıq 130 alınır. X bərabər olacaq demək 26. Bizdən nə istəyir? COB bucağı. Yəni alfa plus 40 istəyir. Alfa plus 40. Alfamız nə idi? 2x. 2x plus 40. Yəni 2 vur 26 üstəgəl 40. 52, 92 olacaq cavabımız. AB bərabərdir 6. BC bərabərdir 4. CD bərabərdir 2 və AD bərabərdir 7. Burada 2 üçbucağa görə baxırıq. ABC üçbucağı və ACD üçbucağı. Əvvəlcə ABC-yə görə baxaq. X-in ala biləcəyi tam qiymətlərin cəmini istəyir bizdən. X deməli hansı qiymətləri ala bilər birinci üçbucağa görə? Fərqindən böyük, yəni 2-dən böyük, cəmindən kiçik. İkincində X hansı qiymətlər ala bilər? 5-dən böyük, 9-dan kiçik. Ümumilikdə onda X hansı aralıqda olacaq? Hər iki qiymət, yəni bunların kəsişməsi hansı aralıq olur? 5 və 9 aralığı. Yəni 6 plus 7 plus 8 bərabərdir. Cavab olacaq 21. Yəni D variantı. 6-cı sualda 5 bölü x, y bölü 3, x böl, z böl 2 olarsa, deməli x-imizi 5 götürürük, y-imizi 3 götürürük, z-imizi isə 2 götürürük. Yəni x olacaq 5 vurulsun, y 3 çıxılsın, 3 vurulsun 2. Bərabərdir 5 vurulsun, 3 çıxılsın 6. Yəni 5 vur, mənfi 3, cavab olacaq mənfi 15. Cavab C variantı. Düz bucaq öz daxili şüaları ilə 8 bərabər hissəyə bölünmüşdür. İkinci və 6-cı hissələrin təm bölənləri arasında bucağı tapın. İkinci və 6-cı hissənin təm bölənləri deyirsə, burada deməli hansı hissəsi bizə lazımdır? İkinci hissəsi üçün birinci hissə tam qalıb, 7-8 tam qalıb,
3 hissə və digər ikisini yarı hissələrinə birləşsək 1 hissədə o eləyəcək. Yəni 4 hissə. Bizə 90-ın 9-da 4 hissə, 8-də 4 hissəsi lazımdır. Yəni yarısı. 90 vur 2-də 1, bu da eləyəcək 45. A, B, C ədədlərinin ədəd ortası 150-yə bərabərdir. Yəni A plus B plus C böl 3 bərabərdir 150. A plus B plus C bərabərdir 450 olacaq. Bu bizim yaddaşımız. Bizdən ədədlərin ədəd ortası, yəni M plus N plus K böl 3'ü istəyir. Bərabərdir. M neçədir? A plus B. Üstəgəl N neçədir? B plus C. Üstəgəl K neçədir? A plus C. Bölünsün 3. Bərabərdir. Deməli A, B, C. Burada hər birindən 2 dənə olduğuna görə 2A, 2B və 2C. 2-ni çıxardıran mötərizə xaricində A plus B plus C böl 3 bərabərdir. 2 vurulsun. A plus B plus C nəyə bərabər idi? Burada verilmişdi bizim üçün. 450'ye. 450 böl 3 bərabərdir. İxtisar gedir 150 qalır. 150'ni 2'ye cavab olacaq 300. D variantı. 9-cu sualda 2'də 1 çıxılsın 1. 3'də 1 çıxılsın 1. 4'də 1 çıxılsın 1. Hər birindən 1 çıxılıb da. Burada ümumiyyətlə neçə vuruq var? Əvvəlcə onu tapaq. Deməli 2-dən 16'ya qədər ədədlərin sayı qədər. Və hər biri də mənfidir. Onda 2-dən 16'ya qədər neçə ədəd var? 2-dən 16'dan 2'ni çıxırıq. 14, üstündən 1 gəlir 15. 15 dənə mənfi ədəd var. Deməli bu hasilimiz mənfidir. Tabi bizim mənfilərlə işimiz yoxdur. Onsuz da cavabımız mənfidir. 1-dən 2'də 1 çıxanda cavab olur 2'də 1. Vurulsun. Yəni mənfi 2'də 1 dediyimiz üçün mənfiləri artıq çıxartmışıq qarşıya. 1-dən 3'də 1 çıxanda 3'də 2. 1-dən 4'də 1 çıxanda 4'də 3. Və nəhayət 1-dən 16'da 1, 16'da 15 alınacaq. İxtisarlarımız gedir və nəhayət 15 ilə 15'də gedir. Mənfi 16'da 1 eləyəcək. Cavab A variantı. Alfa və beta uyğun tərəfləri paralel bucaqlardır. Alfa çıx 2 beta bərabərdir 30. Alfa plus beta isə bərabərdir 180'ə. Çünki uyğun tərəfləri paraleldir. Tərəf-tərəfə çıxıram, ikincidən birincini çıxıram hamısından. Deməli alfadan alfa çıxıram 0. Betadan 2 beta çıxıram, olur 3 beta bərabərdir 150'yə. Beta buradan bərabər olur 50 dərəcə. Beta 50. Bizdən nə istəyir? Alfanı istəyir. Deməli alfa plus 50 bərabərdir 180 alınır. Alfa bərabərdir 130 olacaq. 11-ci sualda düzbucaqlı üçbucaqda tangens alfa bərabərdir 5'də 12. Tangens alfa nə idi? Qarşıdakı katetin bitişik katetə nisbəti. Yəni 5x bu da olacaq 12x. Təbii ki C tərəfi də 5, 12, 13x olacaq. Bizdən C çıxılsın A. C hansıdır? 13x çıxılsın 5x bölünsün. C plus A 13x plus 5x bərabərdir 8x 18x 8, 18. X'larımız ixtisar gedir. 8 ilə 18'də ixtisar gedir 2'yə. Qalır 9'da 4. Cavab D variantı. Deməli ədədi nisbətində 3 hissəyə bölünüb. Böyük hissə verilmiş ədədin neçə faizdir? Böyük hissə hansıdır? 5x. Bölürük. 2'də 1x üstə gəl. 4'də 3x üstə gəl. 5x. Neçə faizdir deyirsə, bir də vururuq 100'ə. Bərabərdir. Deməli, surətdə 5x qalır yerində. Məxrəci ortaq məxrəcə gətirək. Yəni, 4'də 2x üstə gəl. 4'də 3x üstə gəl. 4'də 20x. Vurulsun 100. Demək, surətdə 5x olacaq. Məxrəcdə 4'də 25x olacaq. Vurulsun 100. Deməli 5x vurulsun tərsinə çevirirəm mən bunu. 25x-da 4 vurulsun 100. X-lar gedir. 25 ilə 100 gedir. 1 qalır, 4 qalır. 5 4'ün 20, 20 də 4'ə vuranda 80
faiz olacaq. Yəni B variantı. 13-cü sualda 3 rəqəmli ABC ədədi üçün cəmin ən kiçik qiymətini tapın. Orta məxrəcə gətirək əvvəlcə. Orta məxrəcə gələndə nə alınır? Hər birinin orta məxrəc 84 olacaq. 84 eləmək üçün 6-ya vururuq. 6 ABC üstəgəl 2 ABC üstəgəl deməli buna vururuq 3-ə. 3 ABC bərabərdir. Məxrəcdə də olacaq 84. Deməli toplananda alınır 8 11 ABC bölünsün 84. Bu ifadənin ən kiçik qiymətini tapmaq üçün 3 rəqəmli ABC ədədini 84-ə bölünmək lazımdır. Ən kiçik variant hansında olacaq? 168-də. Yəni ABC ədədimiz 168-dir. Ən kiçik qiymət təbii ki. Deməli 168 ilə 84 ixtisar gedir. 2 dəfə düşür. 2-ni 11-ə vuranda 22 olacaq. A variantı. 80 qram 30% şəkər məhduduna neçə qram su əlavə etmək lazımdır ki 25% alınsın? 80-nin əvvəlcə 30%-ni tapırıq. %30'unu tapırıq. Sıfırlar gedir, qalır 24. Neçə qram su əlavə etmək lazımdır? Bax, şəkəri bölürük 24'ü. Bölürük məhlul və əlavə edəcəyimiz suya vururuq 100'ə. Bərabərdir. Neçə faiz alınır? 25%'dir. 25 ilə 100 ixtisar gedir. 1 qalır, 4 qalır. 80 plus x bərabərdir 96, x bərabərdir 16 çıxacaq. Yəni E variantı. Sadə vuruqlara ayrılışı şəklində olan alfa ədədi 3 aşağıdakilərin hansı yanlışdır? Deməli 5 sadə vuruğu var deyir. 3, 4, 6 sadə vuruğu. Elə cavab A variantı olacaq burada. 16-cı sualda 0,6 bölünsün 0,2. Hər ikisini bir vergül sürüşdürsək, alınacaq 6 bölünsün 2. Bu da eləyir 0,3. 0,5'dən də 0,3'ü çıxanda eləyir 0,2. 0,6'nı da 0,2'yə böləndə eləyir 3. Nə qaldı? Burada da 3'dən də 3,5'dən də 3'ü çıxmaq lazımdır. Eləyəcək 0,5 və 6'nı da bölürük 0,5'ə. Cavab olacaq 12. Yəni A variantı. 17-ci sualda ABC üçbucağında AB CD'ye, AC CD'ye, o da BD'ye bərabərdir. Aha, bizdən nə istəyir? ACE, ACE. Deməli 110 dərəcədirsə biz bu bucaqları tapa bilirik. Yəni 180-dən çıxırıq 110, 70 bölürük 2'yə 35, 35 olacaq. Daha sonra ortaq bucağı, deməli 110'du qonşusu olacaq neçə? 70 dərəcə. Bu da olacaq 70 dərəcə. 70, 70, 140. Burada olacaq 40 dərəcə. Deməli 40, 35, 75 eləyir. 180'dən də 75'i çıxanda qalacaq 105 dərəcə. Yəni bu bucaq 105 dərəcə olacaq. E variantı. 18-ci sualda A və B ədədləri qarşılıqlı tərs ədədlərdir. Deyək ki, A'mız olsun 2'də 1, B'miz olacaq 2. B və C ədədləri isə qarşılıqlı əks. B və C. B'miz 2 olduğuna görə C'mizə də mənfi 2 deyək. İfadəsinin qiymətini tapın. Biz əvvəlcə 2'ni çıxardan mötərizə xaricinə. 2, B plus C. B isə əks ədədlərdir onsuz da. Üstə gəl 5, A, C bölünsün 4, A, B. Bax, bu ifadə 0'dır. Çünki B plus C əks ədədlər olduğuna görə 0 eləyəcək. 2'yə də vuranda 0 alınır. İndi digər qiymətləri yerinə yazaq. 5 vurulsun A'mız neçədir? 2'də 1. Vurulsun C'miz neçədir? Mənfi 2. Sonra məxrəcdə 4 vurulsun A'mız neçədir? 2'də 1. B'miz neçədir? 2. Bərabərdir. Gedir, surətdə qalır mənfi 5. Məxrəcdə də qalır 4. Cavab olacaq mənfi 1,25. Yəni A variantı. 19-cu sualda orta məxrəcə gətirəmizsin. Olacaq 28'də 7 kiçikdir. A böl 28 kiçikdir. 28'də deməli 4 üçün 12.
Hansı ədədlər daxildir bu aralığa? 8, 9, 10, 11. Yəni 4 dənə ədədimiz. 20-ci sualda AC parçası CD parçasından 5 dəfə uzundur. AC CD'dən 5 dəfə, yəni 5x-dir, bu da x-dir. Bizə deyir ki, B nöqtəsi orta nöqtədir. Ümumilikdə onda 6x-dirsə, 6x-dir. Deməli, bura 3x düşür. Burada x vermişdi. Burada olacaq 2x. Yəni BC-miz 2x olacaq. Bizdən BC bölünsün AB-ni istəyir. BC nədir? BC 2x-dir. AB nədir? AB. O da 3x-dir. Cavab olacaq 2 bölünsün 3. B variantı. Qatar 2 stansiya arasındakı məsafənin 17.8 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 4 km getməli idi. 18'də 7 hissəsini gedib və ortasını. Yolun ortası deyirsə, gəl məxrəci cüt şəkildə yazaq. Yəni, sürət məxrəci 2-yə vuraq, olsun 34'də 16. Yolun yarısına çatmaq üçün 34'də 1 hissəsini getməlidir bu. 34'də 1 hissəsini getməlidir. O 34'də 1 hissəsi də neçə kilometrdir? 4 kilometrdir. Bizdən stansiyalar arasında məsafəni istəyir. 34'də 1 hissəsi 4 olan ədədi tapmalıyıq. 4 vurulsun 1'də 34. Bu da eləyəcək 136. A natural ədədi 7'yə bölüşdə qalıqda 4 alınır. Ədədini 7'yə bölüşdə qalıqda neçə alınır? Qalığı gətirib qoyuruq bu ifadə yerinə. 4'ün kvadratı üstə gəl 3 vur 4 üstə gəl 8. 16 üstə gəl 12. 28 36. 36'nı bölürük neçəyə? 7'yə. 5 dəfə düşür qalıq 1 olacaq. A və B natural ədədləri üçün əbab abi 15, əkob abi 120 olarsa A, B hasilinin natural bölənlərinin sayını tapın. Biz ümumiyyətlə A vurulsun B nəyə bərabərdir? Əbab abi vurulsun əkob abiyə. Yəni 15 vurulsun 120'yə. Bunu sadə vurğulara ayıraq. Çünki natural bölənləri tapmaq üçün sadə vurğular bizə lazımdır. Deməli olacaq 3 vurulsun 5 vurulsun 120'də 8 vur 15'dir. 2 elə yazaq 8 vurulsun 15 bərabərdir. Bərabərdir. Deməli 15'i də biz buradan yenə də 3 vur 5 kimi yazaq. Olacaq 8'i yazırıq 2'nin kubu vurulsun 3 vurulsun 3 eləyəcək 3'ün kvadratı. Vurulsun 5 vurulsun 5'də eləyəcək 5'in kvadratı. Natural bölənlərin sayı 3 plus 1, 2 plus 1, 2 plus 1. Yəni 4 vur 3 vur 3. 4 üçün 12, 12'ni də 3'ə 36 eləyəcək. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün NB bərabərdir 22. Daha doğrusu B çıxısının çoxluğunun ən çoxu neçə element ola bilər? Əgər boş deyilsə, onda ən az kəsişməsi olan element 1 element ola bilər. Yəni 22 element B'nin var. A ilə ortaq olan elementi də 1 götürək, ən az. Cavab olacaq 21. 25-ci sualda 5,1 plus mənfi 4,3 ifadəsinin qiymətini hesablayın. 5,1'in tam hissəsi 5'dir. Üstə gələn mənfi 4,3'ün tam hissəsi 0,7'dir. Cavab olacaq 5,7. 26-cı sual ağırlıq mərkəzi C nöqtəsi olan ABC üçbucağında bucaq ABD bərabər bucaq CBD-yə və PABC bərabər 54, AC bərabər 24 olarsa BC parçasının uzunluğunu tapın. Ümumiyyətlə ağırlıq əgər tənbölən ağırlıq mərkəzindən keçibsə, ağırlıq mərkəzi nə idi? Medianların kəsişmə nöqtəsi. Deməli, BD nöqtəsi həm tənbölən, həm median, həm də hündürlük olacaq. Çünki bu bərabər yanlı üçbucaqdır. Tənbölən əgər həm də mediandırsa, deməli bu qarşı tərəfi yarıya bölünürsə, bu nə adlanır? Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucağa da oturacaq. AC tərəfini götürək. AC 24 isə 12 bölünüb. Və perimetr 54 olduğuna görə 54'dən çıxırıq 24'ü. 54'dən çıxırıq 24'ü. Bölürük 2'yə yan tərəfi tapırıq. Qalacaq 15. Burada oldu 15. İndi düzbucaqlı üçbucaqda BD, daha doğrusu BC-ni istəyir bizdə. Əvvəlcə BD-ni tapaq.
BD bərabər olacaq nəyə? Kök altda 215'in kvadratı 15'in kvadratı çıxılsın 12'nin kvadratı. 225 çıx 144 81 eləyir. Bu da alınır 9. Biz də bilirik ki, medianların kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni bura 2x-dırsa, bura x olacaq. 2x plus 3x da bərabər olub, daha doğrusu 2x plus x da bərabər olub neçəyə? 9'a. 3x bərabərdir 9 alınır. X buradan alınır 3. Deməli, DC bərabər imiş. DC bərabər imiş 3'ə. 27-ci sualda deməli bucaqları 1-2-3 nisbətindədir. 1-2-3 nisbətində demək nə deməkdir? Yəni x plus 2x plus 3x bərabərdir 180'ə. Burada da 6x bərabər 180, x bərabərdir 30 çıxır. X 30'dursa əgər, deməli 2x olacaq 60 və 90. Demək 30, 60, 93 bucağından söhbət gedir. Kiçik tərəf 8'dirsə, kiçik tərəf 30 dərəcəli bucaq qarşısındakı tərəf 8'dirsə, böyük tərəf neçə olar? Böyük tərəf olacaq 16. Onsuz da bizə kiçik və böyük tərəflərdən söhbət gedir. Böyük tərəf olacaq 16. Yəni 1'ə olacaq, böyük tərəf 16, 1'ə olacaq A variantı. 2'yə baxaq, 3'ə baxaq. Deməli, 2'də böyük tərəf 8 olarsa, onda kiçik tərəf neçə olmalıdır? 4. Kiçik tərəf olacaq 4. Deməli, burada uyğun gəlir C variantı. Böyük və kiçik, böyük tərəfi ilə kiçik tərəfinin fərqi 16'dırsa, yəni böyük tərəf hansıdır? Deyək ki, böyük tərəf əgər 2x-dırsa, kiçik tərəf x olacaq. Bu halda 2x çıx x bərabərdir neçə olur? 16. X bərabərdir elə 16. X bərabərdir 16'dırsa, onda kiçik tərəf 16'dır, böyük tərəf 32. Kiçik tərəf 16, kiçik tərəf 16 olacaq D. Böyük tərəfin 32 olduğu variantı verib, böyük tərəfdə 32 B və D olacaq. 28-ci sualda düzbucaqlı şəkildə sarı kartonun ədəd üzərində -1, 3 aralığında verilmişdir. Bu düz xəttlərdə 9 üzərində 2 vahid sağa sürüşdürsək. 2 vahid sağa sürüşdürsək, sürüşdə A çoxluğu alınır. Deməli, A çoxluğu nə imiş? 2 vahid sağa sürüşdürəndə, deməli olacaq 1, 5. 1 vahid sola sürüşdürdükdə B çoxluğu alınır. B çoxluğu nəyə bərabərdir? Sola sürüşdürəndə alınır -2, 3'dürsə olacaq 2. -2, 2. İndi bizdən nə soruşur? Alınan AVB çoxluqlar üçün kəsişməni müəyyən edin. Bunların kəsişməsi hansı aralıqda olacaq? Ədəd oxu çəkək. Ədəd oxunda 1 və 5'i verək. Hər ikisini də alır. 1, 5 olacaq bu şəkildə. Və -2, 2. -2, 2. Bunların kəsişməsi hansı aralığa düşdü? Bax, bu aralığa. Yəni 1 və 2 aralığına və hər ikisini də alıb təbii ki. On altı nəfər Çinli və 24 nəfər Türk olan turist qrupunda türklərin 75%, Çinlilərin 25% Fransız dilini bilir. Bütün turistlərin neçə faizi Fransız dilini bilir? 16 nəfər, deməli Türk olan qrup, türklərin 75%, 24'ün vuraq 75'ə bölək 100'ə. İxtisar gedir 25'ə 3 dəfə, 4 dəfə, 6 dəfə, 1 dəfə. Deməli 18 nəfəri türklərin bilir. Çinlilərin 25%, 16'nın 100'də, deməli 16'nı vururuq 25'ə bölürük 100'ə.
İxtisar gedir 1, 4. 4 bərabərdir 1. Daha doğrusu 4. İndi neçə faizi fransız dilin bilir deyirsə, 18-in üstünə 4 gəlirik, bölürük. 16-nın üstünə 24 gəlirik, vururuq 100-ə. 22 bölünsün 40, vurulsun 100. Sıfırlar gedir. 4-lə 10 gedir. 2 düşür, 5 düşür. Bu da 11. 5'i 11'ə vuranda 55% deməli fransız dilini bilir. 30-cu sualda deməli biz əgər B təpəsindəki tənbölənlərin əmələ gətirdiyi bucaqları alfa olaraq qeyd eləsək, C təpəsindəki xarici bucağın tənbölənlərin beta olaraq qeyd eləsək, onda daxili bucağımız olacaq nə? 180 çıxılsın 2 beta olacaq. 180 çıxılsın 2 beta. Onda bucaq A'mız nəyə bərabərdir? Bucaq A bərabərdir. Deməli, B və C bucaqlarının, daxili bucaqlarının cəmin 180-dən çıxır. Yəni 180 çıxılsın 2 alfa üstə gəl 180 minus 2 beta. Burada da alınır. 180 çıxılsın 2 alfa çıx 180 üstə gəl 2 beta. Bu da nə deməkdir? 180'lər gedir. 2 beta çıxılsın alfa deməkdir. 2 beta çıxılsın alfa. İkinci bir şərtimizə baxaq. Bucaq D nəyə bərabərdir? Bax, bucaq A'nı tapdıq. Bucaq D bərabərdir. Deməli, 180'dən çıxırıq alfa və deməli 180 çıx 2 beta və betanın cəmin. Yəni bu bucaqla bu bucağın şəkildə verilən bucaqların cəmini çıxırıq. Bərabərdir. 180 çıxılsın. Deməli burada olacaq mötərizə içində 180 sadələşdirək. Çıxılsın. Üstə gəl alfa çıxılsın beta. Bərabərdir. 180 çıxılsın 180 çıx alfa üstə gəl beta. 180'lər gedir, nə qalır? Beta çıxılsın alfa. Bax, D bucağımız beta çıxılsın alfadır. A bucağımızda 2 beta çıxılsın alfadır. Deməli, isbat olundu.